Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ümumi biyologiyanın ilk dərsi olan histologiya dərsini öyrənməyə çalışacağıq. Histologiya, hüceyrənin nəzəriyyəsi və hüceyrənin quruluşu haqqında öyrənəcəyik. Keçək dərsimizə. İlk öncə histologiya yadda saxlayaq ki, hüceyrə haqqında elmdir. Yunancada mənası sitos, hüceyrə, logos, elm deməkdir, hərfi mənası. Ümumi şəkildə histologiya hüceyrənin həm quruluşunu, həm xassələrini, hüceyrənin tərkibində olan orqanoidləri və s. öyrənən elmdir. Histologiya hüceyrələrin tərkibini, quruluşunu, funksiyalarını, çoxalma və inkişafını, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini öyrənən elmdir. Əksər canlılar hüceyrələrdən təşkil olunmuşdur. Biz bunu bilirik onsuz da və yadda saxlayaq ki, hüceyrə canlı orqanizmlərin quruluş, inkişaf və funksional vahididir. Əvvəlcə hüceyrə haqqında məlumat əldə etmək üçün onun tarixi inkişafına, daha doğrusu hüceyrənin tarixi yox, hüceyrənin öyrənilmə tarixinə baxmaq lazımdır. Təbii ki, hüceyrə bilirik ki, mikroskopik quruluşa malikdir. Bunun üçün də mikroskopun ya da böyüdücü cihazların kəşfi önəmlidir. Onu öyrənmək lazımdır. İlk öncə Zaxari Yansen ilk mikroskopu kəşf eləmişdir. Daha doğrusu ilk dəfə onun övladları. Zaxari Yansen əslində alim olmayıb, yəni Hollandiyalı bir eynəkçi olmuşdur, eynək ustası olub. Övladları ilk dəfə mis borudan düzəldilmiş, misdən düzəldilmiş bir borunun böyüdücü şüşə yerləşdirirlər və o ətrafdakı əşyaların böyüməsini müşahidə edirlər və bu zamanda ilk olaraq belə deyək ki, ilk böyüdücü cihazın kəşfi kimi qeydə alınır. Zaxari Yansen, daha doğrusu onun övladları tərəfindən kəşf olunur. Daha sonra isə Robert Hooke ilk dəfə mikroskopdan tədqiqat işlərində istifadə edərək cansız hüceyrəni kəşf etmişdir. Yəni ki, necə kəşf etmişdir? Robert Hooke ilk dəfə gövdənin mantar qatının, yəni mantar qatının hüceyrələrini bilirik ki, cansız hüceyrələrdir. Cansız hüceyrələrə baxmışdır və onun sadəcə qlafını görmüşdür əslində. Və onu arı şanında yerləşən hücrələrə, belə deyək, arı pətəyində yerləşən hücrələrə bənzətmişdir və ona görə də hüceyrə adlandırmışdır. Daha sonra Leeuwenhoek, və burada diqqət eləmək lazımdır, ilk dəfə mikroskopdan tədqiqat işlərində Robert Hooke istifadə etmişdir. Leeuwenhoek isə özünün təkmilləşdirdiyi mikroskopla 270 dəfəyə qədər böyüdürdü həmin mikroskop. O mikroskopla ilk dəfə canlı bir hüceyrəliləri kəşf etmişdir. O da yağış suyunun tərkibinə baxmışdır, yağış suyuna mikroskopda baxmışdır və orada bakteriyalar və infizor tərlik güman olunur ki, onları görmüşdür. Yəni bir hüceyrəli canlıları görmüşdür. Sadəcə olaraq onları ilk dəfə animalkulyuscuqlar adlandırmışdır. Yəni kiçik heyvancıqlar adlandırmışdır Anton van Leeuwenhoek. Bundan sonra isə Schleiden'in ümumi kəşflərinə baxırıq. Yəni artıq bir neçə 19-cu əsrdən başlayaraq hüceyrə daha da maraqlı olmuşdur və hüceyrə haqqında bəzi müddəalar, bəzi nəzəriyyələr formalaşmağa başlamışdı. İlk öncə Schleiden bitki hüceyrəsinin quruluşu haqqında əsas materialları toplayıb və ümumiləşdirmişdir. Daha sonra isə Theodor Schwann hüceyrə nəzəriyyəsini formalaşdırmışdır. Bunu da necə formalaşdırıb? Öz topladığı məlumatlarla birlikdə Schleiden'in topladığı məlumatları birləşdirmişdir və hüceyrə nəzəriyyəsi formalaşdırmışdır və hüceyrənin orqanizmlərin ən kiçik quruluş vahidi olduğunu söyləmişdir Schwann. Yəni, onu müəyyən edən, ilk dəfə müəyyən edilən Schwann hesab olunur quruluş vahidi olduğunu. Amma bir səhvləri var idi. Həm Schwann, həm də Schleiden hüceyrəni qeyri-hüceyrəvi maddələrdən alındığını, məsələn, belə deyək də, zülallardan, nuklein turşu və digər maddələrdən alındığını qeyd etmişdir. Amma daha sonra Robert Virchow sübut etdi ki, bütün hüceyrələr bölünmə yolu ilə çoxalır, yəni ana hüceyrədən qız hüceyrələrin yaranması, yəni ikiyə bölünmə hadisəsini, yəni mitoz bölünməni müəyyən etdi Robert Virchow. Robert Virchow bölünmə yolu ilə çoxaldığını müəyyən etdi. Karl Baer isə məməlilərin yumurta hüceyrəsini, daha doğrusu maylanmış yumurta hüceyrəsini, yəni zigotu müəyyən etdi və bununla sübut etdi ki, hüceyrə canlıların yalnız quruluş vahidi deyil, həm də inkişaf vahididir. Və burada biraz qarışdırır şagirdlər. Necə? Robert Virchow və Karl Baer arasında səhvə yol verirlər. Yəni hüceyrənin inkişaf vahidi olduğunu Virchow kimi götürürlər. Yəni bütün hüceyrələrdən bölünmə yolu ilə çoxaldığını əsas gətirərək Virchow'un ilk dəfə inkişaf vahidi olduğunu deyirlər. Amma əslində
Karl Ber'in kəşf etdiyi məməlilərin yumurta hüceyrəsi, yəni maylanmış yumurta hüceyrə daha doğrusu zigotu müəyyən etdi ki, zigot da bilirik ki, bütün canlıların ilk inkişaf vahidi hesab olunur. Yəni zigotdan bir hüceyrədən canlı varlıq inkişaf eləyir. Ona görə də Karl Ber sübut etmişdir. Və müasir tədqiqatlar da nəzərə alaraq müasir hüceyrə nəzəriyyəsi formalaşdırıldı. Müasir hüceyrə nəzəriyyəsi 4 müddəadan ibarətdir. Birincisi, hüceyrə bütün canlı orqanizmlərin quruluş və inkişaf vahididir. Həmçinin funksional vahididir. Quruluş, inkişaf və funksional vahidi hesab olunur. İkinci müddəa, bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, həyat fəaliyyətinə və maddələr mübadiləsinin gedişinə görə oxşar hesab olunur. Üçüncü müddəa, Virxovun müddəası, hüceyrələrin çoxalması, onların bölünməsi yolu ilə baş verir və hər bir yeni hüceyrə bölünmə yolu ilə ana hüceyrədən yaranır. Daha sonra dördüncü müddəada isə mürəkkəb quruluşlu çox hüceyrəli orqanizmlərdə hüceyrələr funksiyalarına görə ixtisaslaşaraq, bu dördüncü müddəa hamısına aid deyil, bütün canlılara aid deyil, çünki bir hüceyrələrdə belə bir xüsusiyyət yoxdur. Amma çox hüceyrələrdə yerinə yetirdikləri funksiyalara görə ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirirlər. Və onlar da bir-biri ilə sinir və humoral yolla tənzimlənir. Dördüncü müddəa yenə dediyimiz kimi bütün canlılara aid edilmir. Daha sonra, məsələn, belə bir test nümunəsi qarşımıza çıxa bilər. İlk dəfə hüceyrə terminini elmə daxil etmişdir. Biz öyrəndik ki, Karl Ber zigotu, yəni məməlilərin yumurta hüceyrəsini müəyyən etmişdir. Virxov hüceyrələrin bölünmə yolu ilə çoxalmasını müəyyən etmişdir. Anton van Leeuwenhoek ilk dəfə bir hüceyrəliləri müəyyən etmişdir. Yəni, canlı hüceyrəni də deyə bilərik buna. Canlı hüceyrəni müəyyən etmişdir. Schleiden isə bitki hüceyrələri haqqında məlumatlar toplamışdır. Yəni, bunlara qədər hüceyrə termini artıq müəyyən olunmuşdur. Amma ilk dəfə tədqiqat işlərində istifadə edərək Robert Hooke ilk hüceyrə terminini dediyimiz kimi mantar qatına baxaraq arı şanındakı hücrələrə bənzətmişdir. Və ona görə ilk dəfə hüceyrə terminini elmə Robert Hooke daxil etmişdir. Hüceyrənin quruluşuna gəldikdə, hazırda həyatın 3 forması var. Eukaryotlar, prokaryotlar və viruslar. İlk öncə eukaryot hüceyrələr haqqında. Eukaryot orqanizmlərin hüceyrələri 3 əsas hissədən təşkil olunub. Qlaf, sitoplazma və nüvədən təşkil olunmuşdur. 3 əsas hissə. İlk başlayaq qlafla. Deməli, burada qlaf özü 2 hissədən ibarətdir. Birinci onu bilmək lazımdır. Xarici qlaf, hüceyrə divarı və yaxud da glikokalix adlanır. Daxili qlaf isə plazmatik membran. Xarici qlaf heyvanlarda hüceyrə glikokalix, bitki, göbələk və bakteriyalarda isə hüceyrə divarı adlanır xarici qlaf. Yəni, hər bir canlıda fərqli ola bilir bu. Fərqi nədən ibarətdir? Hüceyrə divarı bitkilərdə selluloza, göbələklərdə xitindən ibarətdir. Amma glikokalix bütün heyvanlarda karbohidrat, zülal və lipiddən ibarətdir. Glikokalix elastikdir, xarici skelet rolunu oynamır qəti. Amma hüceyrə divarı qalındır, xarici skelet rolunu oynayır. Məsələn, xitin bilirik ki, xarici skelet rolunu həmçinin. Təbii ki, biz xitin deyəndə, belə deyək, həşəratlar, buğmayıqlar da yadımıza gəlir. Amma o xitinlə, buradakı xitinin xüsusiyyətləri fərqli olur əslində. Yəni, hüceyrə divarı, hüceyrənin əmələ gətirdiyi xitin. Yəni, xitin həmçinin heyvanlarda da olur, bitkilərdə də, daha doğrusu göbələklərdə də. Hüceyrə divarı, hüceyrəyə möhkəmlik verir hüceyrə divarı, amma glikokalixin belə bir xüsusiyyəti yoxdur. Hüceyrə divarı işıq mikroskopunda aydın görünür, amma glikokalix görünmür və mexaniki funksiya daşımır. Və hüceyrə divarının kiçik məsamələri vardır. İndi o məsamələrin nə işə yaradığı haqqında öyrənəcəyik. Daxili qlaf isə plazmatik membrandır və bütün hüceyrəvi quruluşlu canlılarda rast gəlinir. Plazmatik membranın quruluşuna baxsaq, zülal, karbohidrat, lipid, belə deyək ki, lipiddən ibarətdir. Yəni ki, tərkibində xolesterin və s. və ilaxır var. Amma bizə önəmli olan nədir? Plazmatik membran 2 cərgədə yerləşmiş lipid qatından və onların arasında səpələnmiş vəziyyətdə olan zülallardan ibarətdir. Yadda saxlayaq, 2 cərgədə, yəni bizdən sual soruşulanda ki, plazmatik membran neçə qatdan ibarətdir? 1 qatdan ibarətdir. Amma neçə lipid cərgəsindən ibarətdir? 2 lipid cərgəsindən ibarətdir. Deməli, 1 qat, amma 2 cərgədə düzülmüş 1 qatdan ibarətdir. Və həmçinin onların arasında zülal molekullarına da rast gəlinir.
Plazmatik membranın bir neçə funksiyası var. Məsələn, səth funksiyası, əlaqə funksiyası, siqnal funksiyası. Əslində adları ilə əslində müəyyən eləmək olur funksiyaların nə olduğunu. Bizə daha çox daşınma funksiyası maraqlıdır. Daşınma funksiyası passiv və aktiv nəqil olmaqla iki yerə bölünür. Yəni diffuziya və osmos yolu ilə, bir də fagositoz və pinositoz. Fagositoza 8-ci sinifdə keçdiyimiz dərslərdən yəqin ki, yəni insan dərsində keçdiyimizdə rastınıza gəlmişdir. Fagositoz Yunanca fagaya udmaq deməkdir və plazmatik membran vasitəsilə iri və bərk hissəciklərin hüceyrəyə daxil olma prosesidir. Plazmatik membranla iri və bərk hissəciklərin hüceyrəyə daxil olma prosesidir və yalnız heyvan hüceyrələrində rast gəlinir fagositoza. Pinositoz isə plazmatik membran vasitəsilə suda həll olmuş maddələrin hüceyrəyə daxil olması prosesidir. Necə daxil olur burada? Kiçik məsamələrdən daxil olur pinositozda. Fagositozda isə, məsələn, amöbdə dediyimiz kimi yalançı ayaqlar vasitəsilə və yaxud da leykositlər yalançı ayaqlar vasitəsilə əhatə eləyir. Bərk hissəciklər daxil olur hüceyrənin daxilinə. Buna da deyilir fagositoz. Daha sonra hüceyrənin ikinci qatı, yəni qılafın daxilindəki qatı adlanır sitoplazma. Sitoplazma deməli, sitoplazmanın əsas funksiyaları hüceyrə orqanoidlərini bir-biri ilə əlaqələndirir, vahid bir sistem halında birləşdirir, nüvə və həmin orqanoidləri əhatə edir. Eukaryotlarda, təbii ki, prokaryotlarda yadda saxlayaq, nüvə və orqanoidlərin əksəriyyəti olmur. Hüceyrənin daxili möhtəviyyatını təşkil edir, plazmatik membranla əhatə olunur və hərəkətlidir sitoplazma. Hüceyrənin skeletini təşkil edən mikroborucuqlar və saplar da həmçinin burada yerləşir. Bir də ehtiyat qida maddələri toplanır sitoplazmada. İndi gəlin hüceyrənin orqanoidlərini öyrənək, yəni önəmli hissələrdən biri. Membransız, bir membranlı və iki membranlı olmaqla üç yerə bölünür, bölə bilərik daha doğrusu. Ribosomlar və hüceyrə mərkəzi membransızdır. Endoplazmatik şəbəkə, Golgi kompleksi, lizosom və vakol bir membranlıdır. Mitoxondri və plastidlər isə iki membranlı orqanoidlərdir. İlk öncə ribosomlar haqqında. Ribosomlar iki müxtəlif ölçülü hissəcikdən ibarətdir. Yadda saxlayaq, iki müxtəlif ölçülü hissəcikdən ibarətdir. Böyük hissə və kiçik hissədən ibarətdir. Ümumilikdə RNT, yəni ribosom RNT-si və zülallardan təşkil olunmuşdur tərkibində. Ölçülü hissəciklərdir və bu hissəciklər nüvəcikdə, mitoxondri və plastidlərdə sintez olunur. Biz mitoxondri və plastidə keçəndə daha aydın şəkildə deyəcəyik nəyə görə həmin orqanoidlərdə sintez olunur. Hissələri dedik ki, nüvəcikdə sintez olunur, amma ribosoma nüvəcikdə rast gəlinmir. Hissələr nüvəcikdən, daha doğrusu nüvənin membranından keçərək bütöv halda sitoplazmada ya da dənəvər endoplazmatik şəbəkədə ribosomun özünü əmələ gətirir. Həmçinin mitoxondri və plastidlərdə də ribosoma rast gəlinir. Bütün hüceyrələrdə rast gəlinir. Ən əsası bunu yadda saxlayaq. Bütün hüceyrələr prokaryotlarda, eukaryotlarda, yəni hüceyrəvi quruluşu olan bütün canlılarda ribosoma rast gəlinir. Ən qədim hüceyrə orqanoididir və funksiyası, ən əsas funksiyası zülal sintez etmək. Daha doğrusu tək funksiyası zülal sintez etməkdir ribosomun. Belə. Keçirik membransız digər orqanoid olan hüceyrə mərkəzi. Hüceyrə mərkəzi şəkildən də gördüyümüz kimi bir-birinə perpendikulyar yerləşən iki eyni ölçülü hissəcikdən ya da cisimcikdən ibarətdir, sentrioldan ibarətdir. Ribosomla fərqlərindən biri odur ki, ribosom iki müxtəlif ölçülü, amma hüceyrə mərkəzi iki eyni ölçülü cisimcikdən ibarətdir. Sentriollar mikroborucuqlardan təşkil olunub, yadda saxlayaq bunu da, və hüceyrənin bölünməsində iştirak edir. Və yadda saxlayın ki, ali bitkilərin, ibtidai göbələklərin və bir sıra ibtidai heyvanların hüceyrələrində hüceyrə mərkəzinə rast gəlinmir. Bunu da unutmaq olmaz, çünki bəzən hüceyrələrdə bitki və heyvan hüceyrələrini məsələn bununla fərqləndirə bilirik. Çox hüceyrəli heyvanlarda məsələn hüceyrə mərkəzinə rast gəlinir. Məsələn, belə bir test nümunəsinə baxaq. Çiçəkli bitkilərin sütunvari toxuma hüceyrəsində olmur. Söhbət ali bitkilərdən getdiyi üçün hüceyrə mərkəzi həmin bitkilərdə, həmin hüceyrələrdə olmur. Daha sonra endoplazmatik şəbəkə haqqında keçirik bir membranlı orqanoidlərə. Bir membranlı orqanoiddir, dediyimiz kimi membranla əhatə olunub və kanal və boşluqlar sistemindən ibarətdir. İki cürdü quruluşuna görə hamar endoplazmatik şəbəkə və dənəvər endoplazmatik şəbəkə.
Dənəvər endoplazmatik şəbəkənin ona dənəvərlik verən ribosomlardır. Yəni ona görə dənəvər hesab olunur. Məsələn, şəkildən də görə bilirik. Hamar endoplazmatik şəbəkədə isə elə bir ribosom yoxdur, dənəvərlik olmur. Dənəvər endoplazmatik şəbəkədə ribosom olduğu üçün, deməli, onlar zülalların sintezində iştirak eləyirlər. Həmçinin ribosom olduğu üçün zülalların sintezində həmçinin deyəcəm nədir? Hamar endoplazmatik şəbəkədə isə yağlar və polisaxaridlər sintezi gedir. Endoplazmatik şəbəkə həmçinin hüceyrə daxilində və qonşu hüceyrələrin arasında daşınmanı təmin edir və nüvə ilə plazmatik membran arasında əlaqə yaradır. Hüceyrənin əsas orqanoidlərini də bir-biri ilə əlaqələndirir. Yəni, ən əsas funksiyası hüceyrə orqanoidlərini, nüvə və plazmatik membranı digər hüceyrə ilə yerləşdiyi hüceyrəni əlaqələndirməkdir. Hüceyrədə gedən reaksiyaların bir-birinə mane olmasının qarşısını alır endoplazmatik şəbəkə. Növbəti Holgi kompleksidir. Holgi kompleksi lövhə şəkilli boşluqlardan, kanalcıqlardan və qovuqcuqdan ibarətdir. Yadda saxlayaq bunu da. Və bitkilərdə və ibtidai heyvanlarda çubuq şəkilli və yaxud da oraqvari olur. Heyvan hüceyrələrində çoxunda isə tor şəkilli olur. Çox hüceyrəli heyvanlardan söhbət gedir. İlk dəfə sinir hüceyrələrində Holgi tərəfindən aşkar edildiyi üçün adı da Holgi kompleksi adlanır, verilmişdir adı. Əsas funksiyası hüceyrədə yaranan maddələri toplamaq və onların hüceyrədən xaricə daşınmasında iştirak etməkdir və plazmatik membranın təzələnməsində, lizosomların formalaşmasında iştirak edir Holgi kompleksi. Həmçinin membranlarında yağ və karbohidrat sintezi olunur. Və yadda saxlayaq ki, əsasən sekret ifraz edən vəzi hüceyrələrində daha çox olur Holgi kompleksi. Digər bir membranlı orqanoid olan lizosomla davam edirik. Lizosomun digər membranlı orqanoidlərdən fərqi odur ki, heç bir maddə sintez etmir. Kiçik dərimi formalı orqanoidlərdir. Yunanca mənası lizo həll edirəm, soma bədən deməkdir. Və içərisində zülalları, yağları və karbohidratları parçalayan fermentlər olur. Bax, buranı biraz qarışdırır şagirdlər. Zülal, yağ və karbohidrat sintez etmir. Onları parçalayan fermentlər olur. Yəni, polisaxariddən monosaxarid əmələ gətirir və yaxud da ki, polimerdən monomer əmələ gətirir. Əsasən heyvan hüceyrələrində rast gəlinir. Funksiyası hüceyrə daxili həzmdə iştirak etməkdir. Bayaqları fagositoz haqqında deyəndə dedik ki, belə deyək, əhatə eləyir və daxil olur bəzi maddələr onun daxilinə, hüceyrənin daxilinə və həmin hüceyrələrin həzmində iştirak eləyir lizosom. Həmçinin lizosom funksional mahiyyətini itirmiş orqanoidlərin, hüceyrələrin, orqanın itməsinə də səbəb olur. Məsələn, biz buna çömçə quyruğunun itməsini misal göstərə bilərik ki, onun da itməsi lizosomun sayəsində mümkün olur. Sonra, son olaraq bir membranlı vakol. Vakol, bitki və göbələk hüceyrələr üçün daha çox xasdır. Latınca mənası boş deməkdir. Vakuum sözündən götürülüb. Heyvan hüceyrələrində də olur, amma yalnız əsasən bir hüceyrəlilərdə olur və vaxtaşırı əmələ gəlir. Həzm vakolu məsələn əmələ gəlir və yaxud da ifrazat vakolu bir hüceyrəli canlılarda müşahidə olunur. Endoplazmatik şəbəkə və Holgi kompleksinin genişlənmiş boşluqlarından əmələ gəlir. Bitki hüceyrələrində cavan hüceyrələrdə kiçik və çoxlu sayda olur. Yaşlı hüceyrələrdə isə baxın şəkildə görsəndiyi kimi bir ədəd olur və böyük vakol olur. Daxilində hüceyrə şirəsi və antosiyan toplanır ki, hüceyrə şirəsi təbii ki, bilirik ki, ehtiyat qida maddələri ilə dolu olur. Amma antosiyan da bəzi bitkilərdə ləçəklərə, meyvələrə rəng verir, məsələn. Müxtəlif rənglər verir bu. Məsələn, belə bir sual. İki hissəcikdən ibarət orqanoidləri seçin. Membransız orqanoidlərdir bunlar, yadda saxlayın. Ribosom və hüceyrə mərkəzi. Ribosom iki müxtəlif ölçülü hissəcikdən ibarətdir. Hüceyrə mərkəzi isə iki eyni ölçülü hissəcikdən ibarətdir. Və iki membranlı orqanoidlər. Deməli, plastidlər haqqında öyrənəcəyik ilk öncə. Plastidlərin 3 dənə növü var. Deməli, hansıdır bu 3 növ? Xloroplastlar, xromoplastlar və leykoplastlar. Bitki hüceyrələrində rast gəlinir əsasən və bəzi ibtidai heyvanlarda da olur. Xloroplastlar xarici membranı hamar, daxili membranı qırışlıdır. Dəqiqə. Şəkildən də görə bilərik biz bunu. Xarici membranı hamar, daxili membranı qırışlıdır. Və bu qırışları nələr əmələ gətirir? Qırışları əmələ gətirən qranlardır.
qranlar əmələ gətirir və qranlar kitab şəkilli tilakoidlərdən ya da belə deyək, kitab kimi üst-üstə yığılmış tilakoidlərdən ibarətdir. Tilakoidlərin membranlarında xlorofil yerləşir. Bax, bu membranlarda xlorofil yerləşir ki, həmin xlorofil vasitəsilə fotosintez prosesini həyata keçirir. Yəqin ki, bilirik ki, fotosintez nəticəsində glukoza, yəni şəkər və yaxud da ki, digər üzvü maddələr əmələ gəlir və oksigen əmələ gəlir. Deməli, sintez prosesində iştirak edir. Həmçinin daxili möhtəviyyatı stroma adlanır. Stromada nələr yerləşir? Bura diqqət edin yenə. Halqa şəkilli DNT, RNT, ribosomlar, ATF və müxtəlif fermentlər olur. Hüceyrə daxilində başqa bir hüceyrə kimi fəaliyyət göstərir. Yəni ki, bunun ribosomları özünə məxsus zülal sintez eləyir. Yəni, ribosomların hissəcikləri öz daxilində sintez olunur, nüvəcikdə sintez olunmur və birləşərək ribosom əmələ gətirir və bu ribosomlardan da özünə məxsus zülallar sintez olunur. Fotosintez prosesi gedir, dediyimiz kimi. Təbii ki, bu prosesdə ATF də iştirak edir, amma həmçinin ATF sintez etmə qabiliyyəti də vardır. Və yadda saxlayaq ki, xloroplastlar, ümumiyyətlə iki membranlı orqanoidlər ikiyə bölünərək çoxalma qabiliyyətinə malikdir. Xromoplastlar haqqında. Xromoplastlar quruluşuna görə xloroplasta oxşuyur. Tərkibində qırmızı, sarı və narıncı bitkilərdən müxtəlif rənglər əmələ gətirir, yəni müxtəlif rənglər verir. Məsələn, xəzan vaxtı rəngin dəyişməsi xromoplastlarla əlaqədardır. Və leykoplastlar isə rəngsizdir, bitkinin işıq görməyən hissələrində, əsasən yeraltı hissələrində olur. Daxilində ehtiyat qida maddələri toplanır. Bu, hər bir plastidlərdə bir-birinə çevrilmə xüsusiyyəti vardır. Sonra, mitoxondri haqqında. Mitoxondri Yunanca mitos, sap, xondrion isə dənəvər deməkdir. Bəzən suallarda dənəvər sap və yaxud da dənəvər tel sualları düşür ki, o mitoxondriyə aid olan, yəni adı mitoxondrinin adından uyğundur. Xarici membranı hamardır, daxili membranı qırışlıdır. Ona qırışıqlıq verən kristlərdir ki, o kristlər pipi çıxıntı adlanır. Deməli, kristlər burada şəkildə görsəndiyi kimi pipi və çıxıntı adlanır. Mənası xloroplastda stroma, bunlarda isə matriksdir, yəni daxili möhtəviyyatı matriksdən ibarətdir. Və matriksdə də stromada olduğu kimi DNT, RNT, ribosomlar, ATF və özünə məxsus fermentlər olur ki, deməli, həmin fermentlər və ribosomlar, yəni belə deyək, ribosomlar yenə də özünə məxsus zülal sintez edir. İkiyə bölünməklə çoxalırlar. Bunlar da ikiyə bölünməklə çoxalırlar, xloroplastlar kimi. Əsas funksiyası evkaryot hüceyrələrdə ATF sintez etməkdir. Deməli, bunlar da üzvü maddə sintez edirlər. Belə, məsələn, test nümunəsinə baxsaq, matriksi sitoplazmadan neçə lipid cərgəsi ayırır? Matriks bilirik ki, mitoxondridədir və mitoxondri iki membranlı quruluşa malikdir. Biz plazmatik membranda da dedik ki, bir membran iki lipid cərgəsindən ibarətdir. Bir lipid qatı, iki lipid cərgəsi. Deməli, bizə də lipid cərgəsi soruşduğu üçün matrikslə sitoplazmanın arasında 4 lipid cərgəsi olacaq. Məsələn, belə bir suala baxaq. Səhv mülahizəni müəyyən edin. Mitoxondrilərə malik hüceyrədə xloroplast ola bilər. Bəli, bitkilərdə məsələn mitoxondri var, həmçinin xloroplast da olur. Xloroplastlar nuklein turşularına malikdir. Dediyimiz kimi DNT, RNT-yə malikdir. Deməli, A və B doğru cavablardır. C variantında xloroplastlara yaşıl rəng xlorofil pigmenti verir. Yaşıl rəng düzdür xloroplastlarda. Tilakoidlərin membranlarında yerləşir. Mitoxondrilərin daxili hissəsi stroma adlanır. Bəli, deməli, mitoxondrilərin daxili hissəsi stroma deyil, daha doğrusu matriks adlanır. Bu stroma, yadda saxlayın ki, xloroplastlarda adlanır. Və xloroplastlar ikiyə bölünmə yolu ilə çoxala bilir. Bunu da yadda saxlayın. Xloroplastlar və mitoxondri ikiyə bölünmə yolu ilə çoxala bilir. Belə, izlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.